48 dairədən aldığımız nəticələrə görə Ümid Partiyası olaraq qazandığımız səslərin faizi 10-12%. Azərbaycanda yeni müstəvidir, güman edirəm bu. İlk dəfədir ki, protest elektoratının fərqi yoxdur, onun az hissəsinin ya çox hissəsinin nümayəndəsi kimi, namizədi kimi seçkilərdə iştirak edirəm və hesab edirəm protest elektoratının səs verdiyi əsas hissə, seçkilərdə iştirak edən əsas hissə bizə səs verdi. Bizlə digər namizədlərin arasında çox böyük fərq var. Bizdən sonra gələn namizədlərin 3-cü, 4-cü yeri, 5-ci yeri tutanların arasında çox böyük fərq var. Elə məntəqələr var ki, hətta 5-inin cəmi bizim səsimizə bərabər deyil. İlk dəfə olaraq seçkilərdən sonra bir protest elektoratının namizədi olaraq mətbuat konfransı keçirib, mövqeni ifadə edib və yeni seçilən prezidentə uğurlar arzulayıb, Azərbaycanın problemlərinin həlli istiqamətini partiyamız və millət vəkili olaraq mənim vasitəmlə çatdırıb, bundan sonraki mühitin demokratikləşməsi, siyasi partiyaların cəmiyyətin bütövlükdə problemlərinin həll olunması istiqamətində hesab edirəm yeni mərhələdir.